10 voltla bunları açırıq. Switch'ını dəyişmək üçün 10 voltla açdıq. Biraz yaxından çək. Bunu tutup arxa yuxarı qaldırdıq. Bunun da arxasına ehmalcı biraz oynadıb bunu yuxarı qaldırırıq tam. Ehmalı bunu buradan çıxartdıq. Çıxartdıqdan sonra daşdan babin çıxdı. Babin hardan çıxardımsınızsa ora qoyun. Tam qoydun üstə. İçəridə switchadır. Switcha. Deməli switcha burada yaxınlaşdır. Tamam, açarla onu çıxarmaq olmursa babinin özünü götürürsünüz. Belə arxa tərəfinə saldınız. Bunu babinin özündən çıxardırsınız. Switch'anda bu hissəsi belə qaralıbsa, qarşı tərəfdə belə üstündədirsə, yenisinə əvəz eləməz. Görürsünüz, bax, qıraqlar hamısı qaralıb. Bunu Bosch firmasının orijinal switch'larına əvəz edirsiniz. Yaxınlaşdırma yapacağız. Qoşu kontakt. Все. Qoşursan? Sonra hem babini düzgün şekilde keçdiyi yerine emin olarak böyle çəkdiğiniz başı ilişir və əlində hiss edirsən ki, başı ilişi var yerində. Onu da böyle qaldırdıq yuxarı. Tam yerine keçdi. Şpilkasını vurduq. Daha sonra otların yerine. Daha sonra digərini açırıq. Eyni qaydada. Yani burası şeyini çıkarmak olmadı. Babinin özünü taktım. Babinin başında çıktı. Kamburla devləri saralıb. Başa nə qədər baxlayıb. Bunu yeni switch'ə əvəz edirik. Arada şifayət.